Öncəliklə Mingəçevir İcra Hakimiyyətinin başçısına, Mingəçevir Dövlət Universitetinin rektoruna təbriklərimi çatdırmaq istəyirəm ki, belə bir mötəbər konfransı Mingəçevir şəhərində təşkil edirlər. Əlbəttə ki, konfrans davamlı iqtisadi inkişafa həsr olunmuş bir konfransdır və regionda həm iqtisadi baxımından, həm sosial baxımından, həm də iqtisadi məsələlərin inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edən konfransdır. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün əsas məsələlərdən də birisi rəqəmsallaşma məsələsidir. Universitetlərdə, ali təhsil müəssisələrində rəqəmsallaşma və bugün mən konfransda çıxışımda UNEQ-də, Azərbaycan Dövlət İqtisad Universitetində və eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında rəqəmsallaşma sayəsində həyata keçirilən layihələr haqqında məlumat verdim. Azərbaycan Dövlət İqtisad Universitetinin həm Zaqatala filialında, həm də əsas binasında elektron universitet modeli tətbiq olunur və elektron universitet modeli sayəsində biz həm ekoloji baxımdan kağız israfının qarşısını almaq, həm də proseslərin elektronlaşdırılması həyata keçirilir. Doknet elektron sənəd dövriyyəsi sistemi, diferensial əmək haqqı sistemi, imtahanların elektron qaydada təşkili, bunlar hamısı davamlı sosial-iqtisadi inkişafa təsir edən məsələlərdir və mən ümid edirəm ki, bu konfrans regionda, eyni zamanda Mingəçevir Dövlət Universitetində eyni layihələrin tətbiqinə böyük əhəmiyyət kəsb edəcək, eyni layihələrin tətbiqi ilə nəticələnəcək və bütün bu sahələrdə tətbiq olunan əlbəttə ki, rəqəmsallaşma və ekoloji layihələr əlbəttə ki, regionun iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək.